Məhəmməd bəy, olar sizə bir neçə sual verək? Məsələ ilə bağlı, məhkəmə ilə bağlı. Yox, mənim axı burada aidiyyatım yoxdur axı. Və sizin obyekt gedir axı bura? Sizin ərazi, qarşı tərəf. Onları siz sonra həll edərsiniz. Necə əlindir? Bunlarla Nazlı ilə oynamayın. Yerin gözünün göstərmə. Necə? Biz Nazlı ilə oynamırıq. Sadəcə şikayətçi kimi gəlmişik. Yəni necə ola bilir ki, başqa ərazi göstərilib, başqa ərazidə tikilər? Qələt eləyir. Necə yəni başqa ərazi? Dövlət gizləyib kutuca verir əraziyə, müqavilə bağlayır. Onlar hamısı nağıldır. Siz gəlib o özünüz səhv. Deməli, bildirirəm ki, bu olduğumuz ərazi böyük bir restorandır, restoran ərazisidir. Arxada 2 mərtəbəli restoran var və həyəti müəyyən tikililər. Buranı, bu tikili Nizami rayon məhkəməsinin inzibati binasına bitişik tikilib, tam bitişikdir. Və inşa eləyən Nizami rayon məhkəməsinin keçmiş sədri Əkbərov Məhəmməd Hüseynoğludur. Əkbərov Məhəmməd Hüseynoğlu 2007-ci ildə Nizami rayon məhkəməsinin sədri təyin olunubdur. 2017-ci ilə də işləyibdir məhkəmənin sədri və buradan sonra gedibdir Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim, ondan sonra təqaüdə gedibdir. 2014-cü ildə, 2007-ci ildə təyin olub, 2014-cü ildə bu obyekti inşa edibdir. Və inşa eləyib bir qədər təmirsiz vəziyyətdə inşa olunub. Deməli, yüksək gərginlikli elektrik xəttinin üzərindədir, altındadır daha doğrusu. İnzibati məhkəmənin inzibati binasına bitişikdir. Torpaq olaraq torpaq məhkəmənin görünür torpaq sahəsidir, ərazisidir. Deməli, nə torpaq sahəsinin ayrılması barədə heç bir sənəd yoxdur, nə tikintiyə icazə barədə heç bir sənəd yoxdur, nə tikintinin istismara qəbul olunması barədə heç bir sənəd yoxdur. Deməli, müqavilə bağlayır icarəyə vermək üçün Cərullayev Məhəmmədi, o da Məhəmmədi. Cərullayev Məhəmmədi, Cərullazadə daha doğrusu Məhəmmədi tapır, icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi bağlayan zaman başqa bir yerin sənədini Məhsəti Gəncəvi küçəsi ev 10A, fərdi yaşayış evi. Belə bir sənədi çıxarışı təqdim edir notariata, notariusa. Amma onu da bildirim ki, bura Nizami rayonu Şirin Mirzəyev 26 ünvanıdır. Ünvanlar tamamilə başqa-başqadır. Və notarius həmin sənədi qəbul eləyir. Notarius da öz növbəsində deməli, burada səhvə yol verir. Bilərəkdən ya bilməməzdən deyə bilmərəm. Notarius götürür, yazır. Məhsəti Gəncəvi küçəsi, daha doğrusu o icarə müqaviləsində yazır tərəf kimi. Məhsəti Gəncəvi küçəsi 10A qeyri-yaşayış sahəsi. Çıxarışda yazılıbdır fərdi yaşayış evi. Deməli, baxın, çıxarışda fərdi yaşayış evi yazıldığı halda notarius bu boyda səhvi eləyə bilməzdi. Notarius yazır, qeyri-yaşayış sahəsi. İndi bu Cərullazadə Məhəmməd, adi vətəndaşdır. Ona göstərmirlər bu çıxarışı. Deməli, o da inanır bu notariusa ki, notarius müqavilə bağlayıbdır. Notarius hər şeyi öyrənibdir, bir tərəfdir. Nə onun tərəfə, nə bu tərəfə çıxa bilməz və iki tərəf imzalayır. İmzalayır, ayı 8.000 manatdan olmaq şərti ilə Cərullazadə Məhəmmədə bu obyekti icarəyə verir. Və deyir ki, razılaşırlar ki, daha doğrusu, bu obyekti Cərullazadə Məhəmməd atası ilə birləşib bura vəsait qoyur. Tərtəmiz təmir eləyirlər. O 2 mərtəbənin də bu yerdə qalan tikililəri, bax bu durduğumuz yeri yüksək səviyyədə təmir edirlər. Böyük pul xərcləyirlər. Yüksək gərginlikli elektrik xəttlərinin altında tikilib də bu obyekt. Yəni necə icazə verib bəzənsə? Bayaq sadaladım ki, torpaq sahəsinin ayrılması barədə sərəncam yoxdur. Tikintinin inşa edilməsinə icazə sərəncam yoxdur icra hakimiyyətindən. Məhz işin əsas hallarından biri də odur ki, Azər Enerjinin də icazəsi yoxdur. Amma Azər Enerji buna göz yumubdur. Bu faktdır. Bunlar bilməyə bilməzdir. Burada belə bir böyük obyekt inşa olunur. 10 minlik
yüksək, yəni elektrik xəttinin altında. Bəli. Onlar özləri də burada olublar, ancaq susublar. Susmaq variantını seçiblər. Onlar da buna müdaxilə eləməyiblər. Niyə müdaxilə eləməyiblər? Mən hesab edirəm ki, ona görə adam məhkəmənin sədri işləyirdi, yüksək vəzifə, səlahiyyətindən sui-istifadə eləyir, ona qarşı belə deyək, çıxa bilmirlər ola bilsin ki, ona görə də heç kim müdaxilə eləməyibdir. Məyər görmürdülər ki, məhkəmənin bura torpağıdır, məyər inzibati orqanlar görmürdümü ki, bu boyda tikiliyə icazə yoxdur, sərəncam yoxdur. Məyər görmürdülərmi ki, istismara qəbul olunmamış bir yüksək gərginlik elektrik xəttinin altında olan bir obyektdə istismar başladı, təmir gedir. Hamı görürdü bunu. Sadəcə olaraq adam vəzifəsindən sui-istifadə edirdi. İndi hazırda İndi məsələ burası nə tərə olub? Niyə məhkəmə işi açılıb? O barədə deyəcəm sizə. Deməli, Cərullazadə Məhəmməd burada fəaliyyətə başlayandan sonra bir qədər, 1-2 ay təmir qutaran, başlayıb fəaliyyətə. 1-2 ay işləyəndən sonra gətirib bura bu şüşə təmizləyənləri. Şüşə təmizləyənlər ikinci mərtəbəyə qalxanda deyiblər ki, bizi tok çəkir yuxarıdan, vuracaq, öldürəcək. Tez indiriblər aşağı adamları. Ondan sonra bir neçə dəfə də bunların müqavilə bağladıqları toy üçün, mərasim üçün pozulubdur. Gəlib adamlar deyib ki, biz bura adam toplamağa qorxuruq. Bu boyda liniyanın altına. Qanunverici də birbaşa deyir ki, deməli, yüksək gərginlikli elektrik xətlərinin altında insafların toplaşması qadağandır, hər hansı bir toplanması da, yaşayış obyekti olsun, bu başqa bir məsələ üçün qadağandır. Bu, gördükdə ki, burada həqiqətən iş aparmaq mümkün deyil, insanları bura toplamaq təhlükədir, tamamilə təhlükədir. Şüşələri də təmizləmək belə mümkün deyil, oradan tok təsir eləyir. İşi dayandırıblar. Özünün, deməli, Əkbərov Məhəmmədin icazəsi ilə, razılığı ilə dayandırıblar. Dayandırıblar və Əkbərov Məhəmməd deyib ki, onda mən bir başqa adama buranı satım, sizi qurtarım canınızı bu vəziyyətdən. Müəyyən summada danışıblar öz aralarında, sonra alıcı gəlibdir, alıcı da həmin summa ilə razılaşıbdı, sonradan alıcı da imtina edibdir. Niyə imtina edibdir, onu bilmirəm. Ola bilsin ki, bu vəziyyəti görüb imtina edibdir. Bu minvalla aradan 7-8 ay keçibdir. Məhəmməd müəllim, Əkbərov Məhəmməd götürüb götürəni verir məhkəməyə. Bu aylar ərzində sən mənə icarə pulu verməliydin. Mən bilmirəm, işləmirsən, işləməmsən, dayandırmışıq. İndi də iş məhkəmədədir. Ondan icarə haqqı istəyir. Cərullazadə Məhəmməddə. Cərullazadə Məhəmməd də buradan 1 manat əldə eləməyib, bir icarə haqqı istəyir. İndi Cərullazadə Məhəmmədin ünvanı Binəqədi rayonudur. Mən vəsadət verirəm məhkəməyə, deyirəm ki, hörmətli hakim, bu aidiyyat üzrə Binəqədi rayon məhkəməsinə aiddir. Adam burada bu Nizami rayon məhkəməsinin sədri işləyib 10 il, onun təsiri bugün də var. Məhkəməyə girir, keçmiş məhkəmənin sədri kimi istənilən otağa girir, istənilən yeri, istənilən adamla istədiyi, belə deyək də, ünsiyyətdə olur, bəli, həll eləyə bilir. Deməli, mən ən aşağısı 5 dənə vəsadət vermişəm. Vermişəm ki, bu aidiyyatı üzrə göndərilsin Nizami rayon məhkəməsinə. Hakim bunu təmin eləmədi. Vermişəm ki, bu kommersiya məhkəməsinə aid, kommersiya fəaliyyəti. Hakim təmin eləmədi. Məhkəmədən xahiş eləmişəm ki, siz buradakı əmlaklara həbs qoymusunuz. Ünvan bura deyil. Siz ünvanı qərardadınızda yazmışsınız ki, hörmətli hakim, Məhsəti Gəncəvi küçəsi 10A. Bu Məhsəti Gəncəvi küçəsi 10A müəyyən olunmalı idi. İlk növbədə gedən onu müəyyən edin, bu hardadır? Şirin Mirzəyev 26-ya niyə üçün gəlib həbs qoyursunuz cəmaatın əmlakına? İcra məmuru deməli gəlir, axtarmır ünvan hardadır, çıxarışda, yəni kopçada yazılan ünvan hardadır, bunlar axtarmırlar. Bunlar üçün maraqlı deyil. Halbuki bizim bildiyimizə görə, indi ekspertiza təyin olunmalıdır, o torpaq sahəsinin koordinatları tapılmalıdır, o
Məhsəti Gəncəvi küçəsi 10A fərdi yaşayış evi. Belə bir fərdi yaşayış evi şübhə edirik ki, ümumiyyətlə yoxdur. Ümumiyyətlə feyikdir bütün bu sənədlər. Deməli, əlində olan mülkiyyətçi deyək də, mülkiyyətçinin əlində olan sənədlər feyikdir. Bura aidiyyatı yoxdur. Heç bir dövlət orqanı bura elə bir sənəd verə bilməz. Verməz də. Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti bu halda çox ciddi məsələyə baxır. Məhkəmə soru verdi. Bu günlərim həmin soruya cavab gəldi. Soruda göstərilir ki, Məhsəti Gəncəvi küçəsi 10A fərdi yaşayış evi, belə də yazılır. Fərdi yaşayış evi şərti olaraq verilmişdir ünvan dəyişilməyib. Nəinki ötən məhkəmə iclasında Məhəmməd Əkbərov dedi ki, bura əvvəl Şirin Mirzəyev Məhsəti Gəncəvi olub 10A, sonra dəyişdirilibdir, olubdur Şirin Mirzəyev. İndi rəsmi sənəd gəldi ki, yox, yalandır, belə bir şey olmayıbdır, burada heç vaxt ünvan dəyişikliyi olmayıbdır. Deməli, bura həmişə olubdur Şirin Mirzəyev, ora Məhsəti Gəncəvi. Burada da bir saxtakarlıq, ciddi saxtakarlıq var. Mən hesab edirəm ki, bu sənədlərin hamısı toplandıqdan sonra hüquq mühafizə orqanlarına, daha doğrusu təhqiqat orqanlarına, bəlkə də korrupsiya idarəsinə, baş prokurorluğuna təqdim olunmalıdır. Bu işlə ciddi maraqlanmalıdırlar. Ona görə ki, artıq qeyd elədim ki, burada bir yox, bir neçə qanun pozuntusu var. Adam vəzifədə işləyib, vəzifəsinə sui-istifadə edib, bu boyda obyekt tikib, bugün də icarəyə qanunsuz verib, notariusu da aldadıb, notarius da icarə müqaviləsində ünvanı səhv yazıb. Əgər icarəyə götürən bilsəydi ki, bura çıxarış yoxdur, o icarəyə götürən bura ümumiyyətlə icarəyə götürməz. Aldadılıb yoxsa əlbir olunub? Yox, icarəyə götürəni aldadıb. Hə, amma notariusdan deyə bilmərəm, ola bilsin əlbir olub. Notarius hüquqşünasdır. Bu görməyə bilməz ki, çıxarışda Məhsəti Gəncəvi 10A ünvan yazıb yaşayış məntəqəsi torpaqları birbaşa yazılır. Orada çıxarışda yaşayış məntəqəsi torpaqları. Amma notarius bunu görməyə bilməz. Notarius bunu şübhəsiz görübdür. Amma müqaviləni bilərəkdən hesab edirəm ki, qanunsuz müqavilə bağlayıbdır. Ya da saxtalaşdırıb. Saxtalaşdırıb və tərtib edibdir daha doğrusu. Və tərəflər notariusa inanır da, insandır. Qol çəkibdir buna. Siz indi bununla bağlı hər hansı bir yerə müraciət edəcəksinizmi? Bununla bağlı indi əgər məhkəmə burada davam edəsi olsa, indi şikayətlərimiz var. Bugün qəbul olunmuş qərarda deməli, bizim vəsadətlərimiz təmin olunmayıb, qərardatlar qəbul olunub, onlardan şikayət verəcəyik. Onlar da təmin olunmasa, indi əgər bu məhkəmədə davam eləyəcəksə, ondan sonra biz ekspertiza təyin elətdirəcəyik, torpağın koordinatlarını tapacağıq, görək, haradadır, həmin çıxarış, hara verilibdir. Bütün bu sənədlər toplanandan sonra mən bu sənədləri mütləq və mütləq Baş Prokurorluğun korrupsiya idarəsinə göndərmək fikrindəyəm. Obyektin sahibi vəkil kimi bildiyimiz qədər fəaliyyət göstərir. Deməli, Ağır Cinayətlər Məhkəməsindən təqaüdə gedəndən sonra vəkil kimi fəaliyyət göstərir. Aydındır. Çox sağ olun, təşəkkür edirəm.